Baxın Murad bəy, varmı belə bir seans ki, hansı ki bu seans olur və siz insanın qorxularını bir dəfəyə, misal üçün, bir çox qorxusunu bir dəfəyə çıxardıb deyə bilirsiniz. Bəli, Tam olaraq bir seansda qorxunu aşkarlamaq mümkündür. əlbəttə. Burada necə olur? Buna istəyirsiniz yön verin. İndi desəm eləyirəm deyəsiniz belə. Qorxularını üzə çıxarmayaq, yaxşı. Burada belədir. Hər hansı bir insan təlim proqramına cəlb olunur. Bu insan təlimə daxil olandan sonra başlayır orada bilgilər almağa. Bu bilgilərin içində şuuraltı, düşüncə gücü, dərin transformasiya var, detailing var, numerologiya var. Bunun içində şuuraltı simvol dili var, ruhani oyanış təlimi var. Burada dərin transformasiyanı, numerologiyanı, şuuraltı simvol dilini və psixoanalizi öyrənirlər. Bu öyrənən zaman orada bir çox seanslar olur zaten həmin 15 gün ərzində. Misal, xüsusi seanslardan biri var, bədənimizdə olan ağırlığı çıxartmaq. Yəni bu necə bir şeydir? Bunu sizə elmi dildə izah edim. Bizim bədənimizdə DNT deyilən bir sistem var. Dezoksiribonuklein turşuları. DNT yaddaşdır. Yəni ulu babavın babasının babası hər hansı bir qorxu yaşayıbsa, onu sən də yaşaya bilirsən. Və ya ana xəttindən gələn anan, onun anasının anası nəsə yaşayıbsa, yenə də sənə ötürülür olar. Əgər evliliklə bağlı bir problem varsa ötürülür. Qorxu ilə bağlı problem var, ötürülür. Panika ilə bağlı varsa ötürülür. Misal, biz seans edəndə bir xanım var idi. O dənizdə üzməkdən qorxurdu. Ümumiyyətlə suda çimməkdən qorxurdu bu adam. Yəni bu insan heç bir problemi yoxdur. Heç bir uşaqlıq travması almayıb, əl üstündə böyüdülüb, heç vaxt da dənizdə falan boğulmayıb. Adam girib duş alanda suyun altında durmaqdan qorxur. Maraqlı. Deyib boğulacam. Duşun suyu onu boğacağını düşünür. Tamam. Bunu yenirik uşaqlığına. Baxırıq ki, 0-6 yaşda çıxmır belə bir travma. Boğulmayıb bu adam. Belə bir travma da almayıb. Əgər 0-6 yaşa çıxmırsa, digər ehtimallara gedirik. Bu genetik ötürülə bilər və ya keçmiş həyatdan gələ bilər və ya ana bətnində yaşaya bilər bu boğulma hissini. Hə, ya anada olub, ya da nəsildə kimdəsə. İndi bu hər üçünü də şəfalandırmaq lazımdır. Çünki hansını da tam dəqiqdir bilmirik. Ana bətnində də ola bilər, şəfalanmalıdır və ya genetik ötürülə bilər. Bu qızda genetik idi əslində. Genetik olaraq mən ona dedim ki, sən götür anana zəng vur və ondan soruş. Onun atası və ya onun atası hansısa boğulma yaşayıb bir yerdə. Demək, anasının atası hərbi xidmətdə olanda Sovet dövründə, o həqiqətən gəmidən düşür, orada əsgər, matros olanda və boğulur, okeanda boğulur. Sonra onu çıxarırlar və bu boğulma hissi əslində onda böyük bir şok yaradır. Sadəcə o hissəni unudublar demək sanki bu qıza. Və o nəsillikcə ötürülüb genetik olaraq qızda boğulma, suya qarşı qorxu hissi yaranıb. Bu nə vaxt olur? Bu insanın özünün frekansı aşağı düşəndə olur, yoxsa ümumiyyətlə? Ümumiyyətlə DNT hər şeyi qeyd eləyir. DNT-də bütün hər şey vardır. Adi misal bir insandan DNT analizi götürülür. Hətta bir insanla fiziksel, cinsel, tensel təmasa belə keçsən, onun DNT-si sənə ötürülür. Yəni şu an DNT-nin biz bir parça hissə götürsək, əgər bir insanla münasibətin varsa, onun tık orada çıxır kodu. Həmin insanın DNT-si çıxır. DNT gizli bir qara qutudur. Sanki yaradıcı onu bizə yerləşdirib ki, hər şey üzə çıxsın. Misal, kim əlindən tutub, kim səni öpüb, hər biri DNT ilə ötürülür. Hansı hissləri yaşamısan, hansı duyğular yaşanılıb, hər biri o genetik yaddaşda. Həm yaxşı, həm pis. Hətta qara qutu kimi, təyyarənin hər biri oradadır, DNT-dədir. Bu bizə və elm DNT-ni tam aça bilmir. Əgər tam açsa çox sirlər ortaya çıxar. Niyə? Çünki biz seanslar ərzində DNT-də olan kodları aça bilirik. Misal, elmin aça bilmədiyini siz necə açırsınız? Bu necə olur deyim. Burada enerji ilə olur. DNT dezoksiribonuklein turşularıdır. DNT hidrogen birləşmələrdən ibarətdir. Təbiətdə ən tez dağılan hidrogen birləşməsidir. Əslində genetik kodlar və DNT ən tez dəyişən rabitədir. Normalda. Hisslərlə belə dəyişə bilər. Aha. Elm istəyir ki, bunu bioloji, dərmanla falan dəyişsin. Əslində bu hisslə dəyişir. Çünki hisslə yüklənib.